Zəpə çayığa laçın dana, qavzaq darçın, mıx darçın, şaqa qol, zəpə, zəpə xəmik qatarlıq bu materiallar demləyimiz. Avval laçın danı salımız. Şaqa qol, zəpə xəmiki, mıx darçın, qavzaq darçın. Bu zəpə çayığa zəpəni ayırıraq salıqımız ya? Biz bu materialını səp olğandan keyin bir çayqab tökütümüz suyunu. Topsini jüp tökütgəndən keyin çayını qaynatıp 10 minut ötkəndən keyin ondan keyin zəpəni salıb qaynatımız. Hazıra qaynatqandan keyin çayını çaqırtımız. Pakizlik topaları çıxıdı. Çayına ait süzük təmimuna ait içkilik yaxşı çıxadan. Bunun için materyalının təmi onunla bilan acizlab ketadigan yo'q, unda bo'lmaydi. Buni bir qatim juyib olgandan keyin taxminan qanchalik qaynatamiz endi? Qanchalik? Taxminan 10 minutdan 15 minut o'tkazib qaynatamiz. Çayın içi dağılmasa sevirçerrak edemez. Çünkü materyalın təmimi səppoq içkit bulamaydıca. Bədənə öllük ep ketken yoki soğuk eşib ketken kişiler bəkərək yaxtırıb içidən. 5-6 minutçı qaynatıb ötkəndən keyin ondan keyin zəpəni sasaq oldu. 6 kişilik çayğa təxminən zəpətin 20 gram yetməyən ahvalda şu ölçəmdə sasaq oldu. Sonra zəpəni yaxşı süpətlik zəpəni. Zəpən dallıq yaxşı dərəcəlik zəpəkin. Zəpə selmi boğucu rengini tızlam rengi çıxdı bunun ki. Zəpə ikinci dərəcədə qurğusluq çıxırkən materialda. Bu bədənə təsir qilishine ait tız. Bədən adını ziyade soğuq kirən ahvalasında zəpəni dəmlətsək şununla rahat adam gələk. Huzurluq bir bədənə micaz gibi yaxıdığan bir oldu ki onun. Qayla bottasını huzurlanır bir şey. Hem navat sasaq buladan da. Navatımı özümüzdeki şu yaxtırılan təmimiz güçlük acizlik qata sasaq buldu. Navatı sağan kimi eleştirip dursak, navat iştiki yeriydi o, hem çayımız tekşi, kaynışın tekşi buldu. Hem bu çayınki rengi beş çıraylık çıktı hem de. Bu çayga xilcik materiallı çıktı. Bu materiallı ne şu emni bazardılar özümüz setip alsak buldu demler. Lekin zəpə, laçındanı oxşaş, amma qimmatli materiallarni hamda rukaga yadin setib alsaq, menimcha ba'zida yaxshisini ola olsaqmi, ba'zida toza ko'ngildagidek ola olmasligimiz mumkin. Buni hamda qayerdaroq setib alsaq yaxshi bo'lar. Ham to'g'ri, bozorda har xil markadagi mayli jang olsin, mayli javob olsin, mahsulotlar qo'ldab ketishdi hozir. Bu zəpə, bu laçındana qatarlıq materiallarının yaxşı, ən işençilik, resmetr to'liq holada satılmoqchi bo'lganlar da shu Göherzima markasidagi o'zi resmetr to'liq bo'lgan, o'zi zavodda o'zi qachlab bozorga salgan shu Göherzima markasidagi materiallarni sotib olsa, ishonchlik, pokiz, resmetr to'liq holatda xotirjam ishlatadi. Choy asosan pishib bo'lgandan keyin qizilgul g'unchisidan solamiz. Qizilguldan bir 5-6 tal etrafında sasak oldu kenar. 5-6 tal sasak oldu. Çayın ait xuşparaq, ait pıraqlıq, işçilik təmi çıxıdı. Qizilguldan g'unchisidan qaraganda xotandan direktordu. Xotandan ki qizilgul g'unchisi. Çayıma pişib qapdı. Hamısı bir memarlarla tetib baxanda. Çayın tetib baxılayan deyilimi uzun saqlab ketdi. Lekin saqlagan kuchli pek chirayli bir chiqdi bu çay. Süzmüşleri bilen